Həmçinin Xeybər döyüşü. Xeybər döyüşündə Yahudilər sığınırlar Xeybərə, böyük qalalar tikiblər. Peyğəmbər deyir, "Lə'utiyana raya, sabah bayrağı elə bir insana verəcəm ki, Allah və Rasul onu sevir." O da Allah və Rasulunu sevir. La ilahe illallah. Bu şahadət kifayət deyil. Əli ibn Əbi Talibin fəzilətinə. Allah və Rasul onu sevir. Sən sevmək başqa, Allah sevir deyir. Subhanallah. Hamısı səhərə qədər düşünür. Hətta Ömər ibn Xattab deyir ki, mən bəzən deyir, ayağımı qaldırırım ki, Rasulullah mənə ver, məni gör. Hamısı istəyir. Səhər deyir ki, Əynə Əli ibn Əbi Talib? Hani Əli ibn Əbi Talib? Subhanallah. Deyir, Allah Rasulullah, gözündən şikayət edir, gözü tutulub, ağrıyır. Deyir, çağırın bura. Çağır, Peyğəmbər gözünə tüpürür, silir tüpürcəyindən. Deyir, ondan daha yaxşı gördü, deyir. Götür bayrağı, get Xeybəri fəth elə, la ilahe illallah. Xeybərə gələndə hamısı gizlənib Yahudilər. Bir nəfər çıxıb, Mərhəb adlı. O boyda 10.000 nəfərdən bir nəfər kişi çıxıb. O da olanı döyüşən oldu. Hamısı gizlənib qalaların arxasında. Deyir, sənsən bir nəfər çıxan, deyir, mənəm, deyir. Gəlir, onu da döyüşdə Əmr ibn Vuddu öldürən Mərhəb mi dayanar Əli ibn Əbi Talibin qabağında? Bir udana məhv edir ona və Xeybəri neynir? Fəth edir, subhanallah.